Salam yoldaşlar, hər vaxtınız xeyir. Bugün sizinlə növbəti bir sual tipi ilə tanış olacağıq. Bunker sualları. Bunker sualları imtahanlarda rastımıza çıxan sual tiplərindəndir. Tez-tez imtahanlara düşməsə də, müəyyən imtahanlardan bir imtahanlarda qarşımıza çıxır. Bunker sualının şərti ilə ilk öncə tanış olaq. Deyir ki, bunkerdə 32 kürə var. Əvvəlcə kürələrin sayını yadda saxlamalıyıq. Aşağıda olan dayaq götürüldükdən sonra kürələr şəklin aşağısındakı boşluqlara yığılırlar. Həmin boşluqlara yığılan kürələrin ehtimal olunan sayı hansı variantda düzgün göstərilir? Deməli, şərtdə nə deyir? Gəlin onu izah edək. Şərtdə deyilir ki, bunker bu hissədə bizə kürələr verilir və kürələrin sayı şərtdə qeyd olunur. 32 kürə qeyd edirik. Şərtdə əgər qeyd olunmayıbsa kürələrin sayı, onda biz bunkerin içərisində verilən kürələri sayıb özümüz sayını tapmalıyıq. Və sonra şərtdə qeyd olunur ki, bunkerin ağzı açıldıqdan sonra, bu hissə açıldıqdan sonra bunkerdəki kürələr aşağıya doğru hərəkət etməyə başlayır və gəlib bu hissəciklərə, bu boşluqlara dolur. Və bizdən sonda bu boşluqlarda olan kürələrin sayını tapmaq tələb olunur. Misalımızın həllinə başlayaq. 32 kürə aşağıya doğru hərəkət etdikcə bu uc nöqtələrinə yaxınlaşdıqda gördüyünüz kimi şəkildə uc nöqtələri çoxdur. Hər uc nöqtəsinə yaxınlaşdıqda sol və sağ tərəfə tökülməyə başlayır və sol və sağ tərəfə uc nöqtəsindən tökülən kürələrin sayı bir-birinə bərabər olmalıdır. Əgər bunkerdən 32 kürə hərəkətə başlayırsa, demək bu 32 kürənin 16-sı sol tərəfə, 16-sı sağ tərəfə doğru hərəkət edəcək. Və beləliklə bu ardıcıllıqla misalımızı həll edirik. Bu 16 kürə aşağıya doğru hərəkət etdikcə gəlib bu uc nöqtəsinə çatdıqda 16 2-yə bölünəcək, yəni 8 kürə sağa, sola, 8 kürə sağ tərəfə hərəkət edəcək. Eyni qaydada sol tərəfdə 16 kürə bu nöqtəyə çatdıqca 8 kürə sol, 8 kürə sağa hərəkət edəcək və kürəciklər yenidən hərəkət edərək aşağıya doğru gəlir. Orta nöqtəyə neçə kürə töküləcək? Burada 8, burada 8. Bu hər ikisi bura gəldiyinə görə bunlar toplanacaq, ümumi 16 kürə edəcək. Və 16 kürə orta nöqtəyə çatdıqda 16-nı 2-yə bölsək, 8 kürə sola və 8-i eyni qaydada sağa töküləcək. Sol tərəfdə dayanan 8 kürə aşağıya doğru bura hərəkət eləsə, gəlib uc nöqtəyə çatdıqda 2 yerə bölünəcək. 4-ü sola, 4-ü sağa. Eyni qaydada burada dayanan sol tərəfdə 8 kürəni aşağıya doğru hərəkət etdirsək, uc nöqtəsinə çatdıqda 4-ü sol tərəfə, 4-ü sağ tərəfə töküləcək. Misalımızın həllinə davam etsək, burada gördüyünüz bu 4 və 8 toplanacaq, aşağıya doğru hərəkət edəcək, uc nöqtəsinə çatdıqdan sonra 12 kürə buradan bölünəcək, 6-sı sol tərəfə, 6-sı sağ tərəfə töküləcək. Bu 4 kürə aşağıya doğru hərəkət edəcək və burada gördüyünüz kimi blokada yerləşir. Bu o deməkdir ki, bu 4 kürə aşağıya hərəkət etdikcə sol tərəfə heç bir kürə daxil olmayacaq. Çünki bura bloklanıb, elə bu 4 kürəcik sağ tərəfə doğru hərəkət edib, burada yerləşəcək. Sol tərəfdə heç bir kürə olmayacaq, 0 yaza bilərik bura. Eyni qaydada bu 4 kürə ilə bu 8 kürə toplanıb, aşağıya hərəkət edəcək. 12 kürə bura töküldükdə 6 sola, 6 sağa hərəkət edir. Bu 4 kürə hərəkət etdikdə blok olduğuna görə elə 4 kürə bura gələcək, bu hissədə heç bir kürə olmayacaq. Misalımızın sonuna yaxınlaşdıq. Eyni qaydada bu kürəciklər yenidən aşağıya doğru hərəkət edəcək. Buradan başlasaq, sol tərəfdə 4 kürə hərəkət etdi, gəldi birinci boşluğa düşdü. Birinci boşluqda bizim 4 kürəmiz olacaq. Bu hissəyə, bu ikisi hərəkət edib gələcək, 0 və 6, elə 6 kürəcik hərəkət edəcək bura. Bura çatdıqda bölünəcək, 3 kürəcik bura, 3 isə sağ tərəfə tökülür. Bura baxsaq, 6, 6, 12 kürəcik, 12 kürəcik aşağıya doğru hərəkət etsə, 6 kürəcik solda, 6-sı sağda. Bu hissəyə nəzərən, bu ikisi hərəkət etsə, ümumən 6 kürə yerləşir, 6 kürə aşağı hərəkət etsə, 3 kürə bura, 3 kürə də bura. Bu 4 kürəcik aşağıya doğru hərəkət etsə, buradan bölünəcək 2 kürə bura və ikisi bura.
Beləliklə, aşağıda bloklarda olan kürələrin sayını tapdıq. Birinci blokda 4 kürə, ikincidə 3, üçüncü blokda olan kürənin sayını tapmaq üçün hər ikisi üçüncü bloka töküldüyünə görə bunlar toplanacaq olacaq 9. Dördüncü blokda yenə 9 kürəcik, 5-ci blokda 5 kürəcik, 6-cı blokda isə 2 kürəcik olacaq. Cavabımızı buna uyğun nizamlayıb tapmalıyıq. Bir şey də qeyd edim ki, bu kürəciklər 32 kürə yuxarıdan hərəkətə başlayıbsa, bu misalımızda elə 32 kürə aşağıda öz əksini tapacaq. Amma elə misallar ola bilir ki, 32 kürə hərəkətə başladığında sonda 32 kürə olmaya bilər. O misallarda yuxarıda məsələn, istənilən bir yerdə, yuxarıda və yaxud bu blokada olmuş istənilən bir yerdə kürəciklər hərəkətini dayandırır. Məsələn, burada blokada bizə verilsəydi, bu 8 və 8 kürəcik gəlib burada toplanıb qalasıydı, bura keçəsi deyildi. Onda bizim aşağıda bloklarda toplanan kürəciyin sayı 32 deyil, daha az olasıydı. Bunu da diqqətinizdə saxlamalınız, tövsiyə olunur. Çox sağ olun, diqqətinizə görə minnətdarım.